Azərbaycanlılar fillərə qarşı. Bəli, Azərbaycan əsgərləri vaxtında fillərə qarşı döyüşüb. Yəni Azərbaycan dediyim kimlərdir? Müasir Azərbaycanlıları formalaşdıran türkmən tayfalarından biri olan əfşarlar. Bilirsiniz ki, əfşarlar sonra Azərbaycan türklərini formalaşdıracaqlar ki, bu əfşarlar zamanında fillərə qarşı döyüşmək üçün mükəmməl bir taktika tapmışdı. Nadir Şah Əfşar Hindistana səfər eləyəndə qarşısına böyük bir Hind ordusu çıxır. Hind ordusu həm əfşardan böyükdür, həm də güclüdür, həm də filləri var. Fillərin çox olduğunu görən Nadir Şah eşək bir taktika ilə filləri qorxuza bilirdi. Yəni dəvənin arxasında bir təndir qalır, təndirə benzin tökür, onu partladır, səs-küy salır, beləcə alov zat, belə olanda dəvə qorxur, qaçır qabağa. Dəvə qışqıra-qışqıra qabağa qaçanda bunu görən fil dönür geriyə, öz ordusunu əzməyə başlayır. Amma eyni zamanda filin üstündə oxçular var. Türk ordusu da, yəni Nadir Şahın əfşar ordusu da Hind ordusuna girəndə Azərbaycanlılar, yəni əfşarlar qəşəng bir taktika tapırlar. Görürlər ki, filin üstündəki adamı vurmaq olmur. Aybalta deyə bir silah hazırlayırlar, yəni baltanın arxasına ip bağlayırlar, 5 metr ip. O ipi 5 metrdən belə vuranda yuxarıdakı Hind əskərinə dəyir və Hind əskəri aşağı düşür. Beləliklə atın belindəki həminki o əfşar sipahiləri filli ordunu əzib keçirirlər. Yəni filin üstündəki adamları rahatca təmizləyirlər. Buna həm də əl gilyotinlə deyirlər ki, bilirsiniz gilyotin Fransada olub. Bu taktikanın ilk dəfə isə Əmir Teymur istifadə edib deyə buna qarluq ay baltası da adını veriblər. Yəni bu taktika ilə filin üstündə duran, ox atan bir Hindli əskəri asanlıqla atlılar təmizləyə bilirdi.